Allahın adıyla. Salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Belə bir sual yaranıb ki, boynuna cənabət qüssu gələn insan Quran və dua oxuya bilərmi? Cavabında budur ki, cənabət qüssu ki, boynuna gəlib bir şəxsin, təbii ki, o adam Quran və sair duaları oxuya bilər. Və bundan əlavə digər bir sual da vardır ki, əgər bir adamın boynuna qüsul gəlsə, cənabət qüslu gəlsə, o həmin şəxs Quran və duaları oxusa, ona məkruhdurmu? Cavabı budur ki, həmin şəxs ki, cənabət qüslu onun boynundadır, əgər o adam Qurandan bəzi ayələri oxusa, məkruh deyil. Digər bir sual da bu cür nədir ki, səcdə ayələrini əgər bir adam ki, cənabət qüssu boynundadır, səcdə ayələrini oxuya bilərmi? Cavabı budur ki, səcdə ayələrinə qulaq asmağı icazəlidir, amma cənabət qüssu ki, boynunda vardır, o gərək həmin ayələri oxumasın. Həmin ayələr də bunlardır ki, Səcdə surəsi ayə 15-ci ayədir, Fusilət surəsi ayə 37-dir, Nəcm surəsi ayə 62-dir, Ələq surəsi ayə 19-cu ayələrdir ki, bu cənabət qüslu ki, həmin şəxsin boynunda vardır, gərək həmin adam bu ayələri oxumasın. Bu məsələlər Ayətullah Sistani ağanın nəzəridir. Mən də bu məsələni sizin nəzərinizə çatdırdım ki, savaba vəsilə olum.